iştirakçıları, çox əziz şəhid ailələri, şəhid anaları, şəhid xanımları, şəhid bacıları, əziz qazilərimiz, hamınızı bu gözəl gündə xoş gördük. Xoş gəlmişsiniz. Allah şəhidlərimizin məkanı cənnət, yerin rahat eləsin. Çünki onlar bizləri bir-birimizlə tanış etdi. Onlar bizləri bir-birimizlə tanış etdi, bir-birimizə əziz etdi, bir-birimizə yaxın etdi, doğma etdi. Ben çok söz deyə bilərəm, amma şəhidlər haqqında, amma bugünkü gündə, yəni bayram əhval quriyasında heç kəsi kədərləndirmək istəmirəm. Yetərincə kədərimiz var, dərdimiz var. Bu dərddə, bu şəhidliklərdə heç vaxt unudulmayacaq, heç vaxt da yaddan çıxmayacaq. Odur ki, mən də bir şəhid bacısı kimi, yəni 30 ildən çoxdur bu ictimai birlikdə fəaliyyət göstərirəm, 30 ildən çoxdur. Mən öz adət ənənəmə sadiq qalaraq bu günləri iftar süfrəsi vermək istədim. Allah'a şükür baş tutdu. Həm də Simarə xanım, həmvətənlər, Sevənlər İctimai Birliyinin sədri və Türkanə xanım Səfərova, Qaraqoxum sədri, sayıqlı sədri. Mən nə deyə bilərəm? Həmişə belə gözəl günlərdə görüşək. Allah sizin hamınıza insan üçün önemli olan uzun ömür can sağlığı versin. İndi bir adlarınızı çəkmirəm. Hamınıza da birlikdə deyirəm, xoş gəlmişsiniz. Nə yaxşı ki siz varsınız. Öpürəm sizin hamınızı, bağrıma basıram. Sağ olun, sağlıqla qalın. Dəvətimizi qəbul edib gəldiyinizə görə hər birinizə tək-tək özlərim minnətdarlığımı bildirirəm. Xoş gəlmişsiniz. Qarşıdan gələn Novruz bayramı ilə 11 ayın sultanı olan Ramazan bayramı eyni günlərə düşür. Öncədən təbrik edirəm hər birinizi. Allah'tan tutulan oruçları, qılınan namazlarının qəbul olunmasını diləyirəm hər kəsə. Onu demək istəyirəm ki, məkanın rəhbərliyinə özlərim minnətdarlığımı bildirirəm. Sağ olsun, var olsun. Dəfələrlə onlara müraciət eləmişik, bizə İsti qucaq açıblar, tədbirlərimizin təşkilində bizə dəstək olurlar, sağ olsunlar. Rəhbərliyə və işçi personala özlərim minnətdarlığımı bildirirəm. Tədbirin təşkilində dəstək üçün bir-birimizə dəstək oldu Şüşbət xanıma özlərim minnətdarlığımı bildirirəm. Eyni zamanda Türkan xanıma özlərim minnətdarlığımı bildirirəm. Sağ olsun, var olsun, daim yanımızdadır. Bu qədər. Bir daha xoş gəlmişsiniz. Öncelikle hər birinizi salamlayıram. Çox sağ olun ki, iştirak etmişsiniz hər biriniz. Var olasınız. Biz hər il Şükufə xanım Səfərova ilə birgə keçirirdik bu tədbirləri. Bu ildən artıq həmvətənlərə dəstək İctimai Birliyinin sədri Simarə xanım Süleymanova da bizlərə qoşulur. Çox sağ olsun. Bu gözəl təşəbbüs üçün minnətdarlığımı bildirirəm. Belə. Təşəkkür edirəm hər birinizə. Allah qəbul eləsin. Bir daha deyirəm. Bu qədər. Şəhid analarımız üçün xüsusi hədiyyələr hazırlanıb. Hazırda Mısırda yaşayan əslən Qərbi Azərbaycan Amasya rayonundan olan Şuşa 44 şirkətinin rəhbəri İlqar Əhmədova təşəkkürümüzü bildiririk. Gördüyünüz bu bütün hədiyyələri İlqar bəy sağ olsun şəhid analarımız üçün göndərir. Biz də Nəsirli Şəhrin bəylə Mirəyə Parkına qatılmışıq bu təqdimata. Biz də kiçik bir hədiyyə gətirmişik, sonra sizə təqdim olunacaq. Kiçik də olsa, zəhmət almazsa, İbrahimova Ülkə, Zimət xanımın qızıyım. Sizlər Ramazan qonaqlarınızı, öz xeyir dualarınızı verir. Allah sizin xeyir dualarınızı bizlərə Qadın hüquqlarının müdafiəsi təşkilatının sədri Mehriban xanımı dəvət edirəm. Xeyir olsun, hamını salamlayıram. Bayramınız mübarək olsun. Allah tutulan orucuları
edilen ibadətləri qəbul eləsin. Gözəl günlərimiz üst-üstədir maşallah. Həmişə gözəl bayramlarda olar. Şükufə xanıma, Simali xanıma, Ülkəli xanıma təşəkkür edirəm bu gözəl axşam üçün. Allah belə ruzunuza bol ruzu qatsın, amin inşallah. Bu məkanın sahibinə də öz təşəkkürümü bildirirəm. Bucaq açdığı üçün, yer verdiyi üçün Allah ruzunuzu bol eləsin inşallah. Hamının bayramı mübarək olsun. Allah belə neçə gözəl illər, gözəl bayramlar qismət eləsin. Allah can sağlığı versin. Hər zaman belə oruç məclislərində görüşək inşallah. Gözəl illərə, gözəl günlərə. Ailənizə xoşbəxtlik, can sağlığı, mehribançılıq arzu edirəm. Allah şəhidlərimizin məqamını uca eləsin. Allah veteranlarımızı, qazilərimizi qorusun. Bu gözəl günü bizi yaşadan prezidentimizə, Ali Baş Komandanımıza, Mehriban xanım Əliyevə təşəkkür edirik. Bu günləri Azərbaycanda gedən yenidən qurma işləri, Azərbaycanın siyasəti o qədər güclüdür, o qədər möhtəşəmdir ki, xarici dövlətlərə baxanda biz qürur duyuruq vətənimizlə, prezidentimizlə. Allah daim Azərbaycan bayrağını yükseklərdə dalgalandırsa. Bir daha bayramlarımız mübarək olsun. Bunlar arzu edirəm. Təşəkkür edirəm hər bir təşkilatçı. Salamlayıram bütün tədbir iştirakçılarını. Bu gözəl gündə, bu gözəl bayram günlərində hamımızla bir yerdə olmaq çox bir şərəfli bir işdir. Şükufə xanım, Sima xanım, Türkanə xanım, Allah sizləri var eləsin ki, belə bir gözəl gündə bir yerdə oturmuşuq, gözəl bayramımızı qeyd edirik. Allah hamının canını sağ eləsin. Başda Cənab Prezidentimiz İlham Əliyev olmaqla, Mehriban xanım Əliyevə olmaqla Allah onları qorusun ki, bu gözəl gündə belə bir şərait bizə yaradıldı ki, rahat biz nəfəs alırıq. Allah dövlətimizi qorusun. Bizi birləşdirən şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə şəfa versin. Allah dövlətimizi də düşmənlərdən qorusun. Var olun, bir daha bayramımız mübarək olsun. Ceyhun Məmmədov üzrə sayəsində bugün iştirak edə bilmir, hazırdan canlı efirdə olduğu üçün. Lakin köməkçiləri buradadır. Zəhmət olmasa söz məclis səhnəyə buyurun. Səyid Əmrəqsalov və Ceyhun Əlbəy. Başda şəhid analarımız olmaqla, dəyərli qazilərimiz, şəhid analarımız olmaqla hər bir tədbir iştirakçılarını salamlayıram. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə Allah şəfa versin. 11 ayın sultanı Ramazan ayında tutulan oruclar, qılınan namazlar, edilən dualar hamısı qəbul olsun. Bu duaların içində mənim də duam var ki, ölkəmiz xoş firavan yaşasın, sülh içində olsun. Təşəkkür edirəm ki, Türkanə xanım bizə dəvət elədik. Şükufə xanım və Simali xanım çox təşəkkür edirəm ki, gözəl tədbirə bizi dəvət elədik. Və biz də çox şadlıq ki, şəhid analarımızla, qazi qardaşlarımızla bir yerdə bu tədbirdə iştirak edirik. Təşəkkür edirəm. Hörmətli qonaqlar, belə gözəl bir iftar süfrəsində sizlərlə bir araya gəlmək bizim üçün çox mənəvi əhəmiyyət daşıyır. Mən belə bir fürsətdən istifadə edərək hörmətli Ceyhun müəllimin salamlarını və ən xoş arzularını sizin diqqətinizə çatdırmaq istəyirəm. Ramazan ayı bizə birliyi öyrədir. Ramazan ayı bizə mərhəmətli olmağı öyrədir. Bugün elmdən, savaddan, mənəviyyatdan, mədəniyyətdən uzaq olan bəzi insanlar fikirləşirlər ki, mən tutduğum oruc mənə nə kimi savab qazandıracaq? Mən oruc tutduğum yerdə mənə nə kimi dua yazılacaq? Əslində, Allah bizə oruç tutmağı, səbirli olmağımız üçün buyurur. Yeməyə çörək tapmayan, içməyə su tapmayan insanların halını başa düşməyimiz üçün bizə orucu tuturur. Allah tutduğumuz bütün oruçları qəbul eləsin. Ürəyinizdə nə arzunuz var, hamısını yerinə yetsin. Və belə gözəl bir süfrənin, belə gözəl bir görüşün ərsəyə gəlməsində bir balaca da olsa əziyyəti keçən hər kəsə öz təşəkkürlərimi bildirirəm. Burada bizim qonaqlarımıza diqqət göstərən ofisiyant qardaşlara mən xüsusi təşəkkürümü bildirirəm. Siz fikir verdinizsə mən xidmət göstərən yox, diqqət göstərən dedim. Çünki Azərbaycan kişisinin bir xidməti olur, o da vətənə xidmət. Allah vətənimizi qorusun, Allah dövlətimizi qorusun, Azərbaycan xalqına eşq olsun.
Allah Teala oruçlarını qəbul eləsin. Demək olar ki, mənim əziz ana bacılarım, qızlarım, oğlanlarım, Novruz bayramı, üzümüzə gələn Novruz bayramı, əziz bayramımızı, hamının bayramını təbrik edirəm, hamıya uzun ömür, sağlam can arzuluyuram. Allah Teala analarımıza səbir, dözüm əta eyləsin. Şəhid balalarımızın ruhu şad, məqamı ucar, məkanı cənnət olsun. Bundan sonra bax belə pis günlərimiz elə belə geçsin. Allah Teala vətənimizi, xalqımızı, millətimizi qorusun. Allah Teala bizim düşmənlərimiz olan, bizim bildiyimizə görə hamı da bilir ki, bizim 3 düşmənimiz var. Allah onları xar eləsin. Allah Teala onlara elə bir bəla gətirsin ki, Azərbaycan torpağı, Azərbaycan milləti deyilən millət, torpaq onların yadından tamamilə çıxsın. Bax, bunu arzuluyuram. Allah yenə sizə sağlam ömür versin, sağlam yaşayasınız, yaradasınız, balalarınızı da yaşada biləsiniz. Sağ olun. Şəhid ailələrinə sosial dəstək ictimai birliyinin sədri Almaz xanım Zeynalovaya. Almaz xanım, zəhmət olmasa buyurun. Söz verdiyinizə görə mən də hər kəsi salamlayıram. 12 ayın sultanı olan Müqəddəs Qurban bayramında, Ramazan bayramında bu süfrədə oturmaq hər insana nəsib olunur. Burada şəhid ailələrimiz var, müharibə veteranlarımızın ailələri var. Hər birimizə Allahdan can sağlığı arzuluyuram. Allahdan qılınan namazları, tutulan oruçlarımızı qəbul eləsin. Hər birimizi pis, bədniyyətli, mərdimazar insanlardan uzaq eləsin ki, hər dəfə belə süfrələrdə ürək açıqlığı ilə otura bilək. Təşkilatçılara təşəkkür edirəm. Əsas Türkan xanıma, çünki Türkan xanımla biz neçə gün birləşiklərdə bir yerdə işləyirik, əməkdaşlıq edirik. Yaxın münasibətimiz qonşularla qalır. Türkan xanım, sizə çox təşəkkür edirəm və o yaşadığımız ərazidə çox işlər sizin adınızla bağlıdır. Ona görə də hər birinizə təşəkkür edirəm, var olasınız. Çox gözəl, yəni hər dəfə Allah Ramazan ayı kaş bir ay yox, 3 ay eləyərdi. İnanın ki, bu gözəl bir aydır, mehribançılıq ayıdır. Adamı qədər ləzzət edirsə, kaş biraz da vaxt uzun olaraq. Hər birinizə təşəkkür edirəm. Şəhid ailələrini Allahdan səbr edirəm, can sağlığı arzuluyuram. Bu qədər, sağ olun. Sizi də eşidək, çünki məhz sizin kimi qardaşların sayəsində bugün biz rahatlıqla, qürurla deyə bilirik ki, Qarabağ Azərbaycandır. Buyurun. İlk öncə qonaqları salamlayıram, xoş gəlmişsiniz. İlk öncə belə deyək, birinci Sima xanım təbrik edirəm ki, Həmvətənə Dəstək İctimai Birliyinin sədri olaraq seçildi. Gülşah xanım, sizi təbrik edirəm. Həmçinin mən özüm də Həmvətənə Dəstək İctimai Birliyinin, həm də Sima xanım müavini olaraq eləmək istəyirəm ki, bugünkü əsas tədbirimiz şəhid ailələrinin ifadə etsindir. İlk yaxşışımız bunun söylədik ki, adından da bəlli olur ki, Həmvətənə Dəstək İctimai Birliyi ilk gün öncə şəhid ailələri, qazi veteranların dəstəyində olur. Ondan sonra isə inşallah irəlilədiyimiz zamanlarda sırf olaraq biz öz missiyamızı daha da genişləndirdik. Azərbaycan'da, Azərbaycan xarici respublikalarında işlərimizi görəcəyik. Hədiyyələrinizi təqdim etmək istəyirəm. Buyurun. Bu hədiyyələri sizin, belə deyək, Rusiyada yaşayan həm yerlimiz İlqar bəyin adından verəcəm. İlqar Əhmədov sizlərə göndərib bu hədiyyələri. İlqar bəy əslən qərbi Azərbaycanlıdır. Hazırda Rusiyada yaşayır və Şuşa 44 şirkətinin rəhbəridir. Bu qədər. Təşəkkürlər.
şəhid ailələrinə Sosial Dəstək İctimai Birliyin sədri olaraq, bir şəhid xanımı olaraq, bugün Binəqədi rayonunda yerləşən Yağmur Şadlıq Sarayının, Ailəvi Şadlıq Sarayındayıq və bildiyiniz kimi müqəddəs Ramazan bayramı ərəfəsində hər yerdə tədbirlər keçirilir, şəhid ailələri, müharibə veteranları, qazilərimiz iftar süfrəsinə dəvət olunur. Bugün də burada yerləşən Yağmur Ailəvi Şadlıq Sarayında olduq və bir neçə şəhid ailələri, müharibə veteranları, qazilərimiz burada iştirak elədilər. Və hər zaman bildiyiniz kimi 11 ayın sultanı olan müqəddəs Ramazan bayramı elə gözəl aydı ki, burada ancaq həssas təbəqənin insanların bir yerə yığmağa hamı can atır. İş adamları, ictimaiyyətçilər, QHT rəhbərləri və bugün nə xoş ki, bugün mən də bura dəvəti aldım. Və bildiyiniz kimi, Həmvətənlərə Dəstək İctimai Birliyin sədri Sima xanım, Şüküfə ictimaiyyətçi, fəal ictimaiyyətçi Şüküfə xanım, Türkan xanım illərdir ki, biz onunla bir əməkdaşlıq edirik və bugün bu tədbirə dəvət aldım və gəldim, çox ürəyim açıldı və gördüm ki, bugün bizim şəhid analarımız, şəhid xanımlarımız, qazilərimiz, onların övladları bu tədbirdə iştirak elədi. Və hər kəsə təşəkkür edirəm bu tədbiri keçirdiklərinə görə. Bildiyiniz kimi, şəhid ailələri, müharibə veteranları, qazilər heç vaxt diqqətdən kənar qalmamalıdır. Yəni bunu ümumilli liderimiz də deyib, bugünkü prezidentimiz də hər zaman vurğulayır ki, şəhid ailələri, müharibə veteranları baş tacımızdır və bugün onun bir daha bariz nümunəsini gördük. Və Şadlıq Sarayının rəhbərliyinə xüsusi təşəkkürümü eləyirəm ki, bu gözəl məkanda bu tədbir keçirməyimizə bizə dəstək oldular. Hər kəsə təşəkkür edirəm və arzulayıram ki, bu müqəddəs Ramazan bayramında, necə ki, bu bayramda hər gün hamı bir yerdə, bir süfrə başında olur, bütün il boyu belə olsun. Bütün il boyu şəhid ailələri, qazilərimiz, veteranlarımız diqqət mərkəzində olsun, necə ki olur. Süleymanova Simarə İbrahim qızı, Həmvətənlərə Dəstək İctimai Birliyin sədri, eyni zamanda 1-ci Qarabağ müharibəsi iştirakçısı. Bugünkü tədbir, biz tədbiri Ramazan ayı münasibəti ilə, yəni orucluq bayramı münasibəti ilə təşkil eləmişdik. Və bu şəhid ailələrinə iftar süfrəsi verildi və bu tədbirin təşkilində bizə Səfərova Şüküfə xanım və Paragraf.com saytının rəhbəri Türkan xanımın dəstəyi ilə, yəni təşkilatçılığı ilə başa çatdı. Mən öz minnətdarlığımı məkanın rəhbərliyinə bildirirəm, onun işçi personalına öz təşəkkürümü bildirirəm. Eyni zamanda Şübhə xanımla Türkan xanıma öz dərin minnətdarlığımı bildirirəm. Sizə də öz dərin minnətdarlığımı bildirirəm ki, siz hər anı, hər dəqiqələri tarixlərə həkk edirsiniz. Öz halal edin, əziyyətinizi var olun, təşəkkür edirəm sizlərə. Hər olduğu kimi bu ildə bir şəhid bacısı kimi öz adət ənənəmə sadiq qalaraq bu illərdə Ramazan bayramı tədbirini keçirməyi özümə borc bildim və müraciət elədim Binəqədi rayonunda yerləşən Yağmur Ailəvi Restoran müdürünə. Keçən illərdə bizə çox böyük hörmət qoydu, dəstək oldu, çox sağ olsun, ona çox sağ ol deyirəm. Bu illərdə yenə də bizə dəstək oldu, bizə içli quzaq açdı. Ondan çox razıyam, bütün şəhid ailələri adından ona öz təşəkkürümü bildirirəm. Sağ olun, var olun. Qarşıdan gələn Ramazan bayramımız mübarək olsun. Əziz Paragraf TV izləyiciləri, beləcə bugün də görüşümüzün sonuna gəldik. Bugünkü görüşümüz müqəddəs Ramazan bayramına təsadüf edirdi. Hər zaman olduğu kimi də bu il də özümüzə borc bildik şəhid ailələrimiz üçün iftar süfrəsi verməyə. Şükürlər olsun ki, bu iftar süfrəsini vermək bizə qismət oldu. Bir daha iştirak edənlərin hər birinə təşəkkür edirəm. Sizlərə də təşəkkür edirəm izlədiyiniz üçün. İzləyib kanalımıza abunə olmağı unutmayın. Minnətdaram, xoş günlərdə görüşək inşallah. Mən Qazi Məmmədov Habil Əlişoğlu, Füzuli rayonundan Zobzupur qəsəbəsindən gəlmişəm. Şüküfə xanımın dəstəyi ilə iftar süfrəsinə dəvət olunduq. Çox bir gözəl tədbir keçdi. Ramazan bayramı münasibəti ilə bütün bu məclisdə iştirak edən iftar süfrəsində namaz tutanlar, oruç tutanları hamısını Allah qəbul eləsin deyirəm və Azərbaycan xalqın qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirəm. Xüsusən
Xüsusən də Türkan xanıma da öz təşəkkürümü bildirirəm, Şükufə xanıma da öz təşəkkürümü bildirirəm, Simnara xanıma, adını çəkmədiyim xanımların hər birinə özlərinin təşəkkürümü bildirirəm. Təşəkkür edirəm, çox mübarək olsun Ramazan bayramınız.